Prinsip etibarilə böyük mənada heç nəyə dəyişməsə də, çünki bu ilk telefon danışığı olmayacaq. Bundan qabaq da telefon danışıqları olub və nəticəsi də ortadadır. Amma onda Trump'ın ritorikası biraz fərqli idi. Bəli, daha fərqli. yumuşaq ritorikadan çıxış edirdi. Trump nəhayət başa düşür ki, Rusiya tərəfi faktiki olaraq prosesi uzatmağa yönəlik mesajlar verir və fəaliyyəti də sırf prosesi uzatmağa yönəlib və burada məqsəd də ondan ibarətdir ki, daha çox əraziləri öz nəzarəti altına alıb, ondan sonra bu və ya digər şəkildə danışıqlar masasında oturmaq. Amma bir tərəfdən Avropa İttifaqının özünün mövqeyi, hansı ki 30 ölkə konkret olaraq dərhal atəşkəs məsələsi ilə bağlı ümumi bir razılığa gəliblər və bu olmayacağı halda yeni sanksiyaların tətbiqi ilə bağlı da ortaq bir qərar var. Həm Avropa İttifaqının mövqeyi, həm rəsmi Kiyevin mövqeyi Trumpı da bu istiqamətdə artıq belə deyək, konkret addımlar atmağa məcbur eləyə bilər. Və biz İstanbul görüşü vaxtı tərəflərin nümayəndə heyətləri ilə bağlı suala cavab verərkən və ümumiyyətlə görüşün nəticələri ilə bağlı suala cavab verərkən Trumpın dediklərini də yaddan çıxarmamalıyıq. Trump dedi ki, təbii ki, belə olacaqdı, çünki mənim telefon danışığımdan və yaxud da mənim Trumpla görüşüm baş tutmayacağı halda ortaya bir konkret nəyisə çıxması mümkün deyil. O baxımdan bütün bu bəyanatlardan sonra əgər telefon danışığının nəticəsində də Trump istədiyini ala bilməyəcəksə, bu o deməkdir ki, dəyişəcək artıq siyasəti. Mütləq şəkildə dəyişməlidir, çünki bunun başqa yolu yoxdur. Baxın, böyük ölçüdə Ukraynadan istədiyini artıq alıb, yəni saziş imzalanıb, mineral ehtiyatlara çıxış imkanı əldə edib, digər vacib sahələrə birgə nəzarətlə bağlı ümumi bir razılıq var. İndi qalır maksimum şəkildə tez bir zamanda atəşkəsə nail olmaq. Çünki atəşkəs olmasa, Ukrayna ilə Amerika Birləşmiş Ştatlarında arasında imzalanmış saziş faktiki olaraq işlək saziş olmayacaq. Yəni sabitlik olmalıdır ki, ən azından heç bir normal şirkət, heç bir böyük kompaniya gətirib ora sərmayə qoyub, orada təbii ehtiyatların çıxarılması və s. bombalar altında həyata keçidə bilməz. Mütləq şəkildə atəşkəs lazımdır və ona görə də Amerika Birləşmiş Ştatları tərəfi davamlı şəkildə özünün o 22 maddədən ibarət sülh belə deyək, planında birinci vacib məsələni qeyd-şərtsiz atəşkəsin əldə olunmasında görür. Düşünürəm ki, bugün baş tutacaq telefon danışığında da məhz bu məqam xüsusi olaraq təkidlə Rusiya tərəfinin nəzərinə çatdırılacaq. Çünki, yenə deyirəm, bu günləri Amerika Birləşmiş Ştatları üçün prioritet Ukraynanın ərazi bütövlüyü və yaxud da həmin ərazilərin Rusiyanın nəzarətində qalıb-qalmayacağı deyil. Bunlar Amerika Birləşmiş Ştatları üçün sonrakı müzakirə mövzularıdır. Bu günləri vacib olan dərhal və qeyd-şərtsiz atəşkəsin əldə edilməsidir ki, bu istiqamətdə də düşünürəm ki, Trump tərəfindən Putinə müəyyən mesajlar veriləcək.